Həmyerlimiz Jalə Emin qızı Məmmədova bu il 3-cü ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentlərdən biridir. Lənkəran şəhər 10 saylı tam orta məktəbinin məzunu Jalə qəbul imtahanında yüksək bal toplasa da bir səhv 700 ballıq nəticə göstərməyinə mane olub. Amma buna baxmayaraq gələcəyin hüquqşünası olmağa hazırlaşan tələbə 695 balla Lənkəranda ən yüksək bal toplayan abituriyent olub. Gecəsini gündüzünü kitablarla keçirən Jalə valideynlərinin və müəllimlərinin ümidlərini doğrultduğuna görə özünü xoşbəxt hiss edir. Valideynləri bildirir ki, Jalə məqsədli uşaq olub. Nəyə arzuluyubsa, ona da nail olub. Uşaqlıqdan hüquqşünas olmağı arzu edirdim və qəbul imtahanlarında qarşıma məqsəd 650 balı keçməyə qoymuşdum və bu uğurlu nəticəni əldə etməyimdə valideynlərimin və müəllimlərimin böyük rolu olmuşdu. Onların mənəvi dəstəyi sayəsində bu müvəffəqiyyəti qazana bildim. 3-cü qrup üzrə qəbul imtahanlarının nəticələri bəlli olanda Məmmədovlar ailəsi çox sevinib. Ailənin başçısı Emin Məmmədov qızının qazandığı uğuru belə ifadə etdi. Çox sevinirəm ki, mənim qızım Jalə yüksək balla, 695 balla instituta daxil oldu. Sevincimin həddi hududu yoxdur. Buna görə də ondan zəhmət çəkən müəllimlərə öz təşəkkürümü bildirirəm. Sevinənlər arasında ən çox qürur hissi duyan isə Jalənin anası Səadət xanımdır. Qızı ilə fəxr etdiyini bildirən ana, onunla əziyyət çəkən müəllimlərinə və ölkə başçısına minnətdarlığını bildirdi. Mən sevinirəm ki, qızım Jalə yüksək nəticə göstərib. 695 balla universitetə qəbul olub. Ölkə rəhbəri İlham Əliyevə, Mehriban xanıma təşəkkür edir ki, gənclər üçün belə şərait yaradıb, təhsilə xüsusi qayğı göstərir. Uşaqlar da belə xüsusi qayğıya görə yüksək bal toplayıb universitetlərə girirlər. Qeyd edək ki, 1996-cı il təvəllüdlü Jalə Məmmədova 2002-ci ildə Lənkəran şəhər 10 saylı orta məktəbinə gedib. 2013-cü ildə isə orta məktəbi qızıl medalla bitirib. Aytən Sakit qızı, Vüsal Ələkbərov, Lənkəran.